Ağdağ Natural Gips sulağının baş sponsorluğu, Bağdan məhsullarının rəsmi sponsorluğu və Bergamot ətirli beta çaylarının sponsorluğu ilə Məryəm serialı başladı. Şükür Allah'a. Gəlib çıxdın. Nigaran qalmışdım səndən. Azər, səndən danışmaq istəyirəm. Vacib sözüm var sənə. Vay. Oğlum sen... Bu nedir Murat? Bu nedir? Nəsibə xala məni vurdu. Sen niye bucuna koymuşsun? Mənim ona əlim də dəyməyim. Necə elindeyini? Bu özü özün bucuna koyuyor. Ha? Ne çıkarmışsın burada? Azər, gördün Allah baxır. Mən onu vurmamışam. Özü bu oyunu çıxardım. Üzüm çox ağrıyır. Ben de sizin ikinizden de sonra danışacağım. Dur. Dur gel. Gide gel suyu yak. Dur. Məryəm, gəl. Necəsən Ayana? Sağ ol. Sağ ol. Könül ana. Könül yatıb. Yatıb. Mən səni yaxşı tanımamışam ki. Başa düşmədim. Bugün beta şirkətinə işə düzəlməyə getmişdim. Orada da təsadüfən Zarın həyat yoldaşından tanış oldum. Utanmırsan? Evli kişiyle görüşürsən? Zaur boşanıb. Tözə boşanıb da. Türkiye'den gələndəki evlada mıydı? Arvadı mənə hər şeyi danışdı. Məryəm, Görürsünüz, deyirdim da kızınız ev yıxandı. mən heç kimin evini yıxmıram. Nə var ağzıma gələni danışırsan, validə? Bəsli görək sən Allah. Cəmatın ailəsini dağıtmağın bəs deyil, hələ danışmağa dilin də var. Hər şey göz qabağındadır. Axır
Tək istədiyini elədin də. Sən niyə sənə aid olmayan məsələlərə burnunu soxursan? Yaxşı eləyir. Bax, gəlib burada özünü mələk kimi göstərirsən. Qızıma nəsiyyətlər verirsən. Amma sənin əslində bax, əsl iç yüzün budur. Hamını özün kimi bədbəxt eləməmiş, əl çəkən deyilsən. Validə bəsdir. Məryəm. Bir də səni o adamın yanında görməyim. Ana, mən... Başa düşdün məni? Mən başa düşmürəm, indi bu şirkət tam əlimizdən çıxdı bizim. Cüzi hissələri qalıb bizdə. Geri qalan demək olar ki. Bu boyda şirkəti görünür. Rüfət. Hadi. Xahiş edirəm. Neyləmsən könlə? Rüfət, sakit ol. Xahiş edirəm. Buraxın məni. Xahiş edirəm, sakit ol. Sakit ola bilmirəm. Bu alçaq könlün həyatını dağıdıb. Sən elə bilsən tutmayacam səni. Elə bilsən belə rahat yaşayacaqsan, şərəfsiz. İlkin, get buradan. Gel buradan dedim sana. Çık get dedim sana. Çık get dedim sana. Rüfət, xahiş edirəm. Xahiş edirəm. Sakitləşək, söhbət eləyək, xahiş edirəm. Şərəfsiz. Sən kimsən ki, mənim oğlumun üstünə gedirsən, hə? Kimsən axı sən? Sənə deməmişəm məndən belə danışma. Bura bax. Zavra bir şey olsa, mən səni diri-diri bastırarım, başa düşürsən? Əlvi sal aşağı. Sal aşağı əlvi. Sən istəmirdin ki, Məryəmlə Zaur uzaq dursun bir-birindən. Mən də bacardığımı edirəm. Bura bax, sənə deyirəm. Selin sənə nə tapşırıq verirsə versin. Bu məni maraqlandırmır. Məni maraqlandıran odur ki, sən Zaurdan uzaq durmalısan. Qutardı getdi. Bildin? Mən sən yerə olsam, indi başqa şey görə narahat olaram. Bilirsən sən adamın nə eləyib? Hə? Nə eləyib ki? Kamran Hüseyni öldürmək istəyib. Amma bağlım. İndi də onun əlində. Kamran Hüseyni niyə öldürmək istəsin ki? Mən bildim bunu sən istəmirsən. Nə boş-boş danışırsan? Mənim bu işdə əlim yoxdur. Amma Hüseyin elə fikirləşmir. Hələ bilir ki, onu sən öldürmək istəmirsən. Senin nə fikirləşdiyi məni maraqlandırmır. Maraqlandırmasın. Amma bil ki, o boş dayanmayacaq. Bunun əvəzini səndən çıxmaq istəyəcək. Ona görə yaxşısı budur, öz həyatını fikirləş. Hər an, hər şey ola bilər. Sən nə inansan? Bəs sən nə demişdin? Dəyməyim mənə, dəyməyim sizə. Bu qədər sadə. Vallahi bu iş belə qalmayacaq. Allaha and olsun bu belə qalmayacaq. Az gör sən necə dəli adamsan ki, özün özünə əl qaldırmısan. Nəsibə xala, siz mənə yaxşı tanımamışsınız deyəsən. Bu mənim bacardıqlarımın lap cüzisidir. Hələ mən nələr bilirəm, nələr. Yox, siz mənə yaxşı tanımamışsınız. Düzdür. Mən səni yaxşı tanımamışam. Elə bilirdim Məryəm pisdir. Daha demək, o yazıq sənin yanında Allahın ən fağır bəndəsiymiş. Çəkməyin o Məryəmin adını mənim yanımda, eşitdiniz? İstəyirsiniz sakit yaşayasınız, imkan verin mənə. İşimə qarışmayın. Nə qədər ki, sən bu evdən rədd olub getməmsən, səni sakit yaşamağa qoymayacam. Neşə xala, orada stop edin. Mən bu evdən sizi yola salaram, amma özüm buradan heç vaxt getmərəm. Estağfurullah.
Allah dəli şeytan deyir, tut saçma mı? Sakit olun. Yoxsa bu dəfə Azər çox pis əsəbləşəcək. Onsuz da Azər özü bir iki günə səni bu evdən qovacaq. Yaxşı. Uşağın da yoxdur. Kimə lazımsan? Özünüz fikirləşdiniz? Ha. Ona elə baxarıq. Ayda, saat neçədir? Serialın başlayıb. Tutdunuz məni söhbətə. Deyim, televizoru yandırım. Saat var. Rüfət, sən də özü ələ almalısan. Bacarmıram. O heyvan könülü Bilirəm. İlkin elədiyinin adı yoxdur. Alçaqlıq eləyib, uğraşlıq eləyib, şərəfsizlik eləyib. Mən özüm də onu buna görə döymüşəm, Rüfət. elə az döymüsünüz. Mən elə görüşəcəm o alçaqla. Rüfət, sən indi bundan sonra güya nəsə eləsən, nə dəyişəcək ki? Hə? İlkin elədiyinin arxasında durur da, evlənir o qızla da. Belə evlilik olur. Bu evlilikdir Zaur müəllim. Belə evlilik olur. O könlü bədbəxt edəcək. Yox. Bu belə olmalı deyildi. Belə olmalı deyildi bu. Rüfət, mən sənə söz verirəm, bundan sonra o qızı incitməyəcək İlkin. Zaur müəllim, indi nə deyirsiniz deyin, amma mən bunu belə qoymayacağam. Mən görüşəcəm o alçaqla. O öz hərəkətlərinə görə cavab verəcək. Yaxşı, Rüfət, yaxşı. Başıma o qədər iş gəlib ki, İsmail. Heç kimə danışa da bilməm, ürəyim partlayır. Mən sənə söz vermişdim ki, səni vuran adamı tapacağam. Tapdım onu ise. Tapdım. Amma bu nəyi dəyişəcək? Sən onsuz da həmişəlik amma mənim ürəyim yenə də sakitlik tapa bilmir İsmail. Mən bu işin axırına çıxacağam. Mütləq çıxacağım. Bağışla mənim qardaşım. Bağışla ki, sən də oradasan. İsmail! Neyinirsən? Başın gedib özünə əl al. İsmail, mən ata oluram. Doğrudan? Ha, indi öyrəndim, Məryəm hamilədir. Təbrik edirəm. Görürsən, adam sevməni necə qaldırırlar. Görürsən? Bax, bu da sənin istədiyin şad xəbər.
İlkin, Nədir? otur. İşim var. Otur, seninle danışmalıyam. Danış da belə danış. Sen bilirsen ki, bir həftəyə sənin toyundur. Bilirəm. Bir həftə sonra bir qızı bədbəxt eləyəcəm. Bunu deyirsən də yəqin. İlkin, belə getsə sən doğrudan da onu bədbəxt eləyəcəksən. Tək onu yox, özünü də. Biraz məsuliyyətli ol. Hərəkətlərinə fikir ver. Bir həftədən sonra toyundur, sən oturmuşsan evdə. Bütün işləri isə mən görürəm. Bir öyrən gör, işlər necə gedir, toyun nə vaxt olacaq, necə olacaq. Nə danışırsan sən Ayta? Yadından çıxıb mən kimlə evlənirəm deyəsən. Qız mənə nifrət eləyir, nifrət. Ailəsi də ailəmizə nifrət eləyir. Nə ilə maraqlanım mən? Bura bax. Hə? Mənəm günahkar. Günahkar mənəm. Sən bizi bu işə salmısan. İndi altından qaçmaq istəyirsən? Kişi olmaq lazımdır, kişi. Deyəsən xəstəxanada sənin atalıq hissin oyanıb ha. Amma biraz gecikmisən. Sən yaxşı ata olsaydın, nə sən, nə mən, nə də qardaşım bu günə düşməzdi. Elə yox, belə vur, belə vur, belə vur. Bax, belə bədbəxtəm mən. Bundan sonra xoşbəxt olmayacağam ki. Kızım, bunu salona gedib gələndən sonra geyməlisən. Pis qalır bəyəm. Sən dünyanın en gözəl gəlinisin. Çox gözəl görünürsən. Heç bilmirəm, bir həftəyə bu qədər işi necə görə bildin. Elə istəyərdim ki, atam yanımda olsun. Məni demirsən. Burnumun ucu göynür ondan ötürü. Səni tez ərə vermək istəməsə də, tək olanda həmişə mənə deyərdi ki, sənin bu evdən gedəcəyini fikirləşəndə ürəyi partlayır. Ayrılmaq istəmirdi səndən. Amma indi... Qız... Gecə gündüz Allaha dua eləyirəm ki, getdiyin yerdə huzur tapasan. Bilirəm, bunu istəmirsən. Amma inan ki, ən düzgün seçim yolu bax budur. Ürəyini sıxma. Bir də gördün, elə xoşbəxt oldun ki, heç kim bilmir qabaqda onu nə gözləyir. Hazır olanda xəbər elə, yaxşı?
Harda qalmısan? Sən səhərdən səni gözləyirəm. Bazardım qədər tez gəldim. Sən nəyi bacarırsan ki, hə? Nəyi bacarırsan? Sən xəbərin var mən nə vəziyyətdəyəm. Buradan Vidadi deyir ki, hər şeyi Zaura danışacağam. Zaur buradan mənimlə boşanıb. O nə yaxşı, Məryəm üçün bütün yollar açılıb. Deyirəm bəlkə belə yaxşıdır. Neçə illərdir düşmüşsün onun dalınca, nə görmüşsün onda? Bura bax, bir də bu sözü mənə demə, yaxşı? Yaxşı, nə indi biz? Bugün sən mənə lazımsan. Çox vacib bir tapşırığım olacaq. Nə tapşırıq böyle? Tural demək belə. Sən bundan sonra mənim yanımdan qırağa çəkilmirsən. Qulaq as. Bildin? Mən harda, sən də orada. Yaxşı. Niyə? Kamran bir həftədən çoxdur ki, artıq onların əlindədir. Ondan da heç bir xəbər yoxdur. Boğazdır. Kamran. Mən onun yanına öz adamımı qoymuşdum. Day deyin ki, bundan sonra Hüseyin boş oturmayacaq da. Bir şey eləyəcək. Əlbəttə eləyəcək. Çünki o elə fikirləşir ki, mən onu öldürmək istəmişəm. Ona görə də əvəzini çıxmaq üçün məni öldürməyə cəhd eləyəcək. Ya da ki, sizə əziz olan birinə bir şey eləyəcək. Kimə? Yox. O Zaura əl qaldıra bilməz. Bəlkə İlkinə versiya olaraq deyirəm. Yox. İlkinə də toxunmaz, amma hər ehtimala qarşı sən İlkinin yanında mühafizəçi qoy. Elə ki, o gözə görünməsin, bildin? Bundan da sonra ömrümüzün axırına kimi qorxu içində yaşayaq, ha? Axı bu Kamrana kim tapşırıb ki, onu öldürsün? Kim? Bu kimə lazımdır? Sizə. Bana bax, Tural. Mənə lazım olsaydı, sən onu bilərdin. Kamran haqqında da mən heç nə bilmirdim. Nə demək istəyirsən? Demək istəyirəm ki, Vidadi müəllim, bundan sonra məndən heç nə gizləməyin. Baş üstə. Başınız var olsun. Nə olub Azər? Bunu mən sizdən soruşmalıyım. Bir həftə keçib üstündən, amma sizdən xəbər yoxdur. Nə oldu adam? Nəsə danışdı? O hələ özünə gəlməyib. Nə oldu bu? Ölümcül yara alıb be ya. Necə ola bilər o özünə gəlməsin? Azər, mən sənə buranın ünvanını verməmişəm ki, ürəyin istədiyi vaxt bura gələsən. Sənə dedim gözlə, deməli gözlə. Gözləyə bilmirəm Hüseyin müəllim. Mənim ürəyim partlayır. Bəlkə siz nəsə bilirsiniz mənə demirsən? Mənə əsəbləşdirmə Azər. Onu sən vurmusan. Yadından çıxıb. Sənə görə indi o ağzını açıb danışa bilmir. Mənsə bunun üstünü örtmüşəm. Elə eləmişəm ki, heç kəs bilməsin. Sənsə mənə yardım etməkdənsə özümdən çıxardırsan. O adam məni öldürmək istəyirdi. Səndən çox mən onu danışdırmaq istəyirəm. Onda xahiş edirəm, gedək ona baş çəkək. Hüseyin müəllim, mən sizdən xahiş edirəm. Mən bugün onu görməliyəm. Olmaz. Bugün mənim vacib işim var. Mən onu görmədən bugün heç yerə tərəfənən deyiləm. Eşitdiniz? İçəri səs-küy idi, eşitmədim. Necə? Yox, bir 20 dəqiqəyə bitir. Yaxşı, deyərəm könülə. Oldu, sağ ol.
Sən Rüfət deyilsən? Aha. Nahaq yerə gəlmisən bura. Yəni özünə bu əziyyəti verməməlisən. Nə bilim, dəliyəm də yəqin. Heç özüm də bilmirəm necə gəldim, çıxdım bura. Heç fikrim yox idi gəlməyə. İnsan belədir də, bəzən sevdiyini, itirdiyini tam anlamır. Nə bilim. Belə çox şey istəyirdik ki, həyatdan. Biz axı bir-birimizi sevirdik. Niyə qoymadılar bir yerdə olaq? O indi başqa adamın qismətidir. Mən ona layiq deyildim ki. Mən də ona belə bir gün bağışlaya bilərdim. Rüfət. Rüfət. İndi birazdan toy bitir, burada durma. Yəni sənə görə deyirəm. Elə anlar var ki, insan gözünün qabağından getmir, başa düşürsən? Özünü o anlara bağlama. Get. Əlvida könül. Sağ ol. Xahiş edirəm, mən səninlə bu gün danışmaq istəmirəm. Qoy toyu sağ-salamat yola verək. Olar? Sağ ol. Sən bilirsən ki, mən səni nə qədər çox istəyirəm. Düzdür, doğrudur, sən mənim oğlum deyilsən. Amma inan ki, mən səni doğmalarımdan da çox istəyirəm. İndi bu sözlər nə lazımdır, mən başa düşürəm. Bax, indi nə mənası var? Toydu içəridə, cəmaat yəqin səni axtarır, birazdan qutarır. Sağ ol. Get içəri, xahiş. Sağ ol. İnan ki, o adamı mən sənin üstünə göndərməmişəm. Axı, sən bunu necə təsəvvür edirsən? Mən necə sənin üstünə o adam göndərə bilərdim? Mən başa düşmürəm, o sənin adamın. Sən göndərməmisənsə, kim göndərib onda bəs? Yenə mübahisə edirsiniz. Gəlib başqa yerdə eləyərsiniz də mübahisənizi. Elə bugünə qalıb. Necəsən, sağ ol? Normal, normal. Deyirəm ki, qalxaq yuxarı. Heç bu günləri səninlə rəqs eləməmişik. Rəqs edək. Selin, sən qalx, mən birazdan gəlirəm. Yaxşı. Ay Nəsibə, sən bu gəlindən nə desən gözləmək olar ha? Ay, vay, vay, vay. Deməsə olmaz, demə. Bax, bir saat neçədir? Hələ də gəlib çıxmayıb evə. Amma bir söz demək olur bəyəm buna. Adamın üzünü elə bozar ki, gəl görəsən. Allah onun bəlasını versin, daha heç nə demirəm. Nəsibə hayasızdır, özü çox hayasızdır. Beləsinin gözündə qorxu olmur ha, nə desən eləyər ha bu? Az qorxu nədir? Mən boyda adam özüm qorxuram onunla. Dəlili qız, dəli, manyak, psix. Vay, vay, vay. Amma eybi yox, eybi yox. Mən onsuz da onu bu evdən rədd eləyəcəm, görərsən. Rədd elə, rədd elə onu, özü tez. Mən daha gedirəm Nəsibə. Ay arvad! Sənə deməmişəm bir də bu evə gəlməyəsən? Gəlmişəm Nəsibə, yəni oturub söhbət edin. Burada nə var bəyəm? Çox səhv iş görmüsən, gəlmisən. Buna bax bir. İndi mən səni sabah polisə verim, sən də gör. Ay Nəsibə, mən daha bura gələn deyirəm. Sənin bu gəlinlərindən daha buradayam. Kes görüm yolda. Diyan görüm. Ay sən kimsən ki onu polisə verirsən ha? Nə başından böyük danışırsan? Sən get, hələ səninlə sonra danışım. Çıx, çıx, rədd ol. Ne hayasızdı bu? Çıx, çıx.
Sən mənim gəlinim olardı, sürüyərdin sən. Yaxşı ki, bəxtin gətirib gəldi Həyasız. olmasın. Getdi. Ay sen kimsən? Öz evimdə özüm bilərəm kimi çağıraram. O arvad bir də bu evə gəlsə məndən incir. Belə gələcək, o yana da keçəcək. Bu evdə sən deyən olmayacaq. Bu evin böyüyü mənəm. Allah bilir yenə o düşük cadularını gətirib də bura. Yekə arvadsan Nəsibə xala, utan utan. Ay sən utanmaz, qanmaz. Səni görüb tifağım dağılsın. Biabr elədi məni qonşuların arasında. Diyan çopak kızı, diyan Hazır gelsin. Zahur, burada ne edirsən? İçeride görsənmirdin. Ne olub? Ne bileyim nasıl biraz narahatım Meryem. Niye? İçimde qəribə his var. Rahat ol. Her şey yaxşı keçir. 20 dəqiqəyə də toy bitir artıq. Deyirəm Meryem bu toy qutarsın. Belki biz de yavaş yavaş tərpənək. Tez deyil. Bilirəm sən hələm hazır deyirsən. Mən demirəm bu gün sabah. Ama daha 7 ildir gözləyirik. Belə getsə deyəsən səni qaçırdacağam. Yəni nə vaxtsa sən və mən bir yerdə inanmağım gəlmir. Olacaq. Meryem olacaq, həmin gün də olacaq. Baxarsın. Biz çox bir-birimizsiz qaldıq. Səni sevirəm. Səni sevirəm. Mən də səhərdən səni axtarım. Nə gəzirsən burada? Gəl də yuxarı. Nə olub? Könül gölündə düşürməz. Görüşərik Zahur. Görüşərik. Ha. Qulaq as. Bugün oğlumun toyudur. Biz bu söhbəti sonra da eləyə bilərik. Hə? Yaxşı. Yaxşı, gözlə gəlirim. Gözlə gəlirim. Azer hardasan? İşim var, ne olur? Azer bu Nuray məni burada ağlar günə qoydu. Ay arvad, kızı vurmuşsan, indi sən gelirsən ki ağlar günə qoyub səni. Siz ikiniz də mənə yordusa, hələ ikinizlə də söhbətim olacaq. Azer sən məni başa düşmürsən. İndi danışmağa vaxtım yoxdur, işim var. Gəlib sizinlə danışacağım. Gör nə günə qaldın ay Nəsibə. Gör nə günə qaldın. Bilsəydim belə olacaq, heç Məryəmi buraxardım evdən. Mən o qızın qədrini bilmədim. Validə, Məryəmi görməmsən. Məryəmi hada artıram yanıma, yenə gedir Zahurdan yapışır. Neyniyim? Yenə başladın. Düz deyirəm də. Bax o da yoxdur, Zahur da yoxdur. Allah bilir hardasa baş-başa verib yenə söhbət eləyirlər. Mən sizə dedim axı, o qızın ipini yığmaq Bu lazımdır. qədər işlərin içində gör sən nə haqda fikirləşirsən. Qonşu görəndə nə deyəcəm, hə? Deməyəcəklər baldızım bütün toy boyu yad bir kişi ilə danışırdı. Nə cavab verərəm mən onda onlara? Cavab verərsən ki, qoy hər kəsən öz işləri ilə məşğul olsun. Onun bunun qeybətini eləməsinlər. Aa, yenə də qızın tərəfini tutdu. Sözünüz bilərsiniz nə Yaxşı. lazımdır. Gedək zəng vuraq görək hardadır. Gəl. Gəl.
Nə istəyirsən? Toxunma ilk. Yastığımı götürməyə gəlmişəm. Götür, çıx bayıra. Götür də. İndi sən həmişə belə eləyəcəksən. Hə, bundan sonra belədir. Çıx bayıra. Götür de telefonu. Neçə dəfə demişəm ki, bugünlər yanımda ol. Telefonu götür de. Bilirim seni. Sen gönderip. Ama ben onun ölümüne sipariş vermemişim. Bu başka adamın işidir. Kulak as. Ben sana sen veren pulun 2 katını veririm. Heh. Yaxşı oldu. Ne kadar istiyorsan. Heh. Ne kadar? Zahur! 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 Zahur!